Aha. Bugünkü mövzumuz hansı ki təlimin təşkilinə verilən tələblər, prinsiplərdir. Burada öyrədici, inkişaf etdirici, dəstəkləyici mühitin təşkilinə verilən hansı ki fiziki mühit, sosial mühit və zaman mühitidir. Təki-məlumatı qəbul edeyim. Aha. Ümumiyyətlə, təlim prosesinin səmərəli təşkili üçün hansı ki 4 inkişaf sahəsindən, yəni 4 inkişaf sahəsinin bütün tələblərini həm fiziki, həm idraki, həm estetik, həm sosial inkişafın hər birinin bütün standartlarını, tələblərini qorumalıyıq. Yəni, əgər alt standartlardan, məzmun standartlarından biri, yəni düzgün həyata keçirilməzsə, düzgün şəkildə keçirilməzsə, keyfiyyətli təhsil olmazsa, yəni o zaman təlim prosesinin hansı ki burada səmərəli təşkilini pozmuş olaraq. Yəni təlim prosesinin səmərəli təşkili nəticə yönümlülük prinsipi əsasında qoyulub. Yəni səmərəli təlim nəticə yönümlü təlimdir. 4 inkişaf sahəsindən biri, alt standartlardan biri, səriştələrdən biri pozularsa, tutaq ki, misal üçün, uşaqların müstəqil öyrənməsi, problem həll etməsi, fəaliyyət kateqoriyasından savadlılıq, hansı ki, rəqəmsal savadlılıqdır, informasiya savadlılığı, maliyyə savadlılığı, yəni bunlardan əgər biri pozularsa, dəyərlər kateqoriyasında, baxın, demokratiya, şəxsi sosial məsuliyyətdən, mədəni müxtəliflikdən biri pozularsa, burada səsləri bağlayaq, burada düzgün olmayan təlim prosesi rastlaşa bilərik. Yəni, səriştələr ümumiyyətlə, bütün didaktik prinsiplər, standartlar hansı ki burada səmərəli təlimin təşkilinə verilən nəticə yönümlü, produktiv bir istiqamətdir və bu mövqedən yanaşaraq düzgün səmərəli təlimin hansı ki açarını subyekt olaraq dəyərləndirməyimiz lazımdır. Ümumiyyətlə, subyekt özünü uşaq yönümlü təhsildə göstərir. Yəni, subyekt şəxsiyyətdir, yəni müəllim şəxsiyyətdir, uşaq da şəxsiyyətdir. Baxın, bundan əvvəllər subyekt obyekt idi. İndi isə təhsilimiz subyekt-subyektdir. Əgər subyekt obyekt olarsa, müəllimə bir şəxsiyyət olur, uşaq əşya mövqeyində olur. Baxın, müəllimə bir şəxsiyyət olur, uşaq isə əşya mövqeyində olur. Əşya mövqeyində olan uşağı passiv olur, heç bir səriştəsi olmur, qərar qəbul etməz, seçim edə bilmir, dəyərləndirməsi olmur, dərsi dinləyici mövqeyində olur, iştirakçı mövqeyində olmaz. Yəni, informasiyanı qəbul edən tərəfdə olur, aktiv dinləyici tərəf olmaz. Yəni, bu hallar hamısı subyekt-obyektlə şərtlənir. Amma subyekt dedikdə isə uşaqlar aktiv iştirakçılardır. Yəni, biz indi isə subyektik. Yəni, burada həm müəllim, həm də burada uşaq şəxsiyyətdir. Sonra, baxın burada. Yəni, hər bir uşağın fərdi ehtiyaclarının təmin edilməsi və hansı ki, fiziki inkişafına kömək göstərilməsi baxımından bunların hər biri əhəmiyyət daşıyır. Yəni, hər bir uşağın sağlamlığı və təhlükəsizliyi üçün şəraitin yaradılması, uşaqların tibbi müayinə ilə təmin olunması, uşaqların optimal inkişafını artıran qidalanmanın təmin olunması, yəni qidalanma təmin olunmalıdır ki, yəni uşağın sağlamlığı, fiziki inkişafı hər biri gündəlik rutinlər yerində olsun. Uşaqların fiziki hərəkətlərini məhdudlaşdırmayan fəaliyyətin təmin edilməsi üçün təhlükəsiz şərait yaradılmalıdır. Yəni, musiqili oyunlar, mahnı oxunması, rəqs və digər mədəni fəaliyyətlərin hamısı gündəlik rejimə daxil edilməlidir. Fiziki xüsusiyyətlər hansı ki, fərdi üstünlüklər haqqında müzakirələrin aparılması, risk faktorları və uşaqların hüquqlarının pozulması, halların qarşısının alınması, uşaqların gündəlik həyati bacarıqları yələnmələri üçün şəraitin təşkil edilməsi, hansı ki, burada məhz öyrətmə, baxın, və öyrənmə strategiyaları, yəni musiqili oyunlardır və yaxud da musiqi və fiziki hərəkətlərin idraki inkişafla əlaqələndirilərək birləşdirilməsidir. Sonra və təlimdə hansı ki, uşaqların müxtəlif qabiliyyətlər və öyrənmə yolları ilə uzlaşdırılması, yəni əlaqələndirilməsi vardır. Və burada əsasən, yəni məktəbə qədər təhsil müəssisəsində təşkil edilən inkişaf etdirici mühitə daxildir. Fiziki mühit, sosial mühit,
və zaman mühiti. Fiziki mühit nədir? Baxın. Yəni inkişaf etdirici mühitin 3 komponenti var. Yəni sual belə düşsə ki, sizə inkişaf etdirici mühitin neçə komponenti var? 3 komponenti var. Fiziki, sosial və zaman mühiti. Fiziki mühit nədir? Əşyavi mühit nəzərdə tutuluq. Yəni əşyavi mühit əyanilik üzərindədir. Əyani nədir? Resurslar. Resurs nədir? Əşyadır. Əşya nədir? Yəni əyani vasitədir. Əyani vasitə bizim vəsaitimizdir. Yəni əyani resurslarımız, əyani mühitimiz, vəsaitlərimiz, yəni vəsaitlərimiz hamısı fiziki mühitdir. Fiziki mühit təşkilati mühitdir. Burada əsasən fəaliyyət mərkəzləri, yəni güşələrimizdir. Fəaliyyət mərkəzləri nədir? Güşələrimiz. Sonra gəlir sosial mühit. Baxın, sosial mühit isə sosial-emosional inkişaf sahəsinin sosiallığını götürürük. Sosial deyəndə insanlardır. Asosial deyəndə isə insanlardan təcrid olunan, yəni introvertlər başa düşürük. İntrovert nədir? Bir var introvert, bir də var ekstravert. İntrovert budur ki, qapalı təfəkkürdür, yəni asosialdır. Mən bacarmayacam deyir. Bunlar qapalı təfəkkürdür. Ekstravertlər isə açıq təfəkkürdür, yəni sosialdır. Məndə alınacaq düşünür. Bu da aiddir sosial mühitə. Yəni sosial mühit əməkdaşlıq mövqeyindədir, ünsiyyət var, əməkdaşlıq və ünsiyyət səriştəsi var. Əməkdaşlığın digər adı isə kooperativlikdir. Yəni ünsiyyətin digər adı kommunikativdir. Müəllim sosial mühiti qoruyarsa, bir daha ünsiyyətçi olaraq münasibət qurmaqda əziyyət çəkmir. Yəni biz tutaq ki, burada necə mühitdə yaşamış oluruq? Daha düzgün, daha sosial mühitdə yaşamış oluruq. Sonra gəlir zaman mühiti. Zaman mühiti nədir? Baxın, gün rejimidir. Gün rejimində fəaliyyət ardıcıllığı, uşaqların səhər qəbulundan axşam fəaliyyətinə qədər bütün təlim proseslərinin, oyun fəaliyyətinin, əmək fəaliyyətinin, yuxu rejiminin hamısı bir-birini izləməsidir. Yəni zaman mühitinə daxildir. Adaptasiya prosesi, uşağın adaptasiya müddəti də zaman müddəti ilə şərtlənir. Yəni açar söz vaxt, müddət, yəni zamandır. Məşğələnin vaxtı, oyunun vaxtı, əmək fəaliyyətinin vaxtı, gəzintinin vaxtı hamısı yəni zaman mühitidir. Bunlar aiddir zaman mühitinə. Sonra burada var hansı ki daxili inkişaf etdirici mühit, bir də xarici inkişaf etdirici mühit. Yəni həm daxili, həm xarici mühitin tələbi, yəni hər ikisi dəstəkləyici mühitin əsasında qurulur. Dəstəkləyici mühitin açar sözləri infrastruktur, yəni müəssisənin binası, maddi texniki baza, yəni maddi texniki baza dedikdə əşyalardır. Yəni əşyalar. Sonra təhlükəsiz mühit, qorunmasa, bu yəni sağlam psixoloji mühit bunlar qorunmaz. Yəni burada artıq dəstəkləyici mühit olmaz. Yəni daxili inkişaf etdirici mühit, belə deyim də sizə. Yəni bağçanın daxili, yəni daxilindədir. Yəni burada artıq uşaq, yəni müəssisənin qrupun daxilində, yəni resurslarımızdır, güşələrimizdir, bu olur daxili mühit. Bir də var xarici mühit. Xarici inkişaf etdirici mühit tutaq ki, bağçanın həyatyanı sahəsi. Yəni orada tutaq ki, su vannaları, yəni bir dənə onu da deyim ki, su vannaları daxili mühitdə də ola bilər. Yəni hansı ki, balaca bir vannada edə bilərik, o olur daxili mühitdə. Amma əgər geniş bir ərazi tələb edirsə, yəni burada geniş bir ərazi tələb edirsə və tutaq ki, böyük bir yerdə, yəni biz su vannası təşkil ediriksə, bu olur xarici inkişaf etdirici mühitdə. Yəni qum su güşəsi də xarici inkişaf etdirici mühitdir. Sonra gəlir burada təlim prosesində istifadə olunan prinsiplər, hansı ki şəxsiyyət yönümlülük, yəni differensiyalaşdırma, fərqləşdirmə, idrak fəallığı, əyanilik, əməkdaşlıq, nəticə yönümlülük. Yəni şəxsiyyət yönümlülük dediyim kimi keçmişəm sizinlə. Hansı ki burada uşaqlara şəxsiyyət kimi yanaşmağı tələb edir. Həyatda ona lazım olan ən zəruri dəyərlərin formalaşdırılması kimi qarşı məqsəd qoyur. Differensiyalaşdırma və fərdiləşdirmə isə
burada artıq yəni differensial fərdiləşdirmədən, yəni uşaqların fərdi xüsusiyyətləri, maraq və tələbatları, fiziki və əqli inkişaf səviyyələri, bunların hər biri əsasına, yəni təlimin təşkil olunmasıdır, yəni xüsusiyyətlər əsasında. İdrak fəallığı isə təfəkkürün fəallaşdırılması əsasında yaradılan hansı ki idrak fəallığı, yəni ümumiyyətlə materialların koqnitiv xarakter daşıması, yəni bu kimi tələbləri özündə göstərən, yəni idrak var burada. Əyanilik isə, yəni uşaqların nəyisə öyrənməyə maraq yaradır, stimul yaradır. Yəni uşaqların öyrənməyə olan marağını stimullaşdırır və öyrəndiklərinin daha keyfiyyətli mənimsənilməsinə şərait yaradır. Sonra gəlir əməkdaşlıq. Burada tərbiyəçi uşaq, valideyn münasibətlərində qarşılıqlı bir əməkdaşlığın olunmasıdır. Nəticə yönümlülük isə hansı ki burada əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında qurulmasını tələb edir. Yəni bu fəaliyyətin. Sonra gəlir güşələr. Güşə layihələrinin hazırlanması, hansı ki burada güşələrin hazırlanması nədir? Ümumiyyətlə güşələr əlçatan olmalıdır, dinamik olmalıdır, mobil olmalıdır. Yəni uşaqların fərdi xüsusiyyətlərinə, inkişafına, müxtəlif fəaliyyət və müxtəlif tədqiqatlarına açıq olmalıdır. Müxtəlif yaş səviyyəsinə uyğun materiallardan təmin olunmalıdır. Yəni uşaqlar rahatlıqla tədqiqat apara bilsinlər. Bunların hər biri aiddir, yəni güşə layihələrinin hazırlanmasına. Təşkilati funksiya nədir? Təşkilati funksiya budur ki, uşaqlara hər cür material, yəni təklif edilir ki, uşaqlar rahatlıqla öz ehtiyaclarına uyğun düzgün mühitlə təmin oluna bilsin. Yəni fiziki mühitlə şərtlənir. Sonra gəlir tərbiyəvi funksiya. Tərbiyəvi funksiya isə artıq burada uşaqların düzgün, müsbət hansı ki münasibətləri və düzgün əməkdaşlıq əlaqələri nəzərdə tutulur burada. Yəni bu da sosial mühitlə şərtlənir tərbiyəvi funksiya. İnkişaf funksiyası isə uşaqların praktik bacarıqlarına istinad edir. Yəni aktual inkişaf zonasına, yəni uşağın sərbəst müstəqil fəaliyyətinə uyğun olmasıdır. Uşaqlar inkişaf etsin, uşaqlar tədqiqat apara bilsin və uşaqların sərbəst tədqiqatçılıqla şərtlənirdi burada. Bu da aiddir inkişaf funksiyasına. Sonra güşələr, ümumiyyətlə güşələr dedik ki, əlçatan olmalıdır, uşaqların yaş səviyyəsinə uyğun olmalıdır. İlk öncə gəlir burada sujetli rollu oyunlar güşəsi. Baxın, burada sizə sırf açar sözlərlə deyəcəm. Hansı ki, rollu oyunlar zamanı geyimlərin saxlanıldığı bir güşədir. Uşaqlar müxtəlif obrazları, müxtəlif personajları təqlid etməsidir. Yəni burada geyimlərdən, əşyalardan istifadə edə bilirlər. Sujetli rollu oyun güşəsi uşaqlara hansı ki, kompozisiya xarakter daşıdığına görə estetik yaradıcı inkişaf sahəsinə aiddir. Fəaliyyət mərkəzləri isə uşaqlara əlçatan yerdə qoyulmalıdır ki, müstəqil uşaqlar olaraq, yəni hansı ki, əşyaları uşaqlar müstəqil seçə bilsinlər. Yəni uşaqlar əlçatan olmalıdır. Kommunikasiya və əməkdaşlıqda rollu oyunların böyük rolu vardır. Kommunikasiya və əməkdaşlıqda. Yəni rollu oyunlar özü imitasiya, təqlid, əməkdaşlıq üzərində qurulub. Açar söz nədir? İmitasiya, real həyatdan götürülməsi, səhnələri canlandırma. Bunların hər biri, yəni sujetli rollu oyunlar güşəsinə aiddir. Baxın, müxtəlif kostyumlar varsa, bu da sujetli rollu oyunlar güşəsinə aiddir. Baxın, burada güşənin mövzusu, yalnız ki, burada resurslardır. Poçta nələr aiddir? Bağlama, məktub, baxın, bağlama, məktub, bunlar hər biri, yəni poçta aiddir. Mağaza, oyuncaq, kassa, çeklenti, xəstəxana tip mövzusunda oyuncaqlardır, termometrdir, dərmanlardır. Baxın, neysə güzgü, oyuncaq, kosmetika və s. aiddir. Sonra gəlir tikinti güşəsi. Tikinti güşəsi nədir? Baxın, uşaqların konstruktor oyunlarına tikinti, hansı ki, qaraj, bina, körpü, ev, bu da hamısı estetik yaradıcı inkişaf sahəsinə aiddir. Yəni tikinti güşəsi praktik fəaliyyətdən ibarətdir. Səsləri bağlayaq. Yəni konstruktor fəaliyyətlərdə uşaqlar müxtəlif iri kublar, taxtalar, tikinti sxemləri ilə məşğul ola bilirlər. Konstruktor fəaliyyətlərində uşaqlar həm qrup, həm də
fərdi formada konstruktor fəaliyyətlərindən istifadə edirlər. Daha mürəkkəb tikinti materialları, hansı ki, burada kollektiv fəaliyyətlərdə olur, bu da uşaqların əməkdaşlıq bacarığına istinad edir. Yəni, müəllimələr, baxın, tikinti guşəsi elə qurulmalıdır ki, aşağı hissədə qurulmalıdır. Niyə görə? Baxın, hansı ki, xarratdır, çilingərdir, yəni çəkic, mismardır, boltlar hamısı aşağıda yerləşdirilməlidir ki, uşaqların başına düşməsin. Yəni, guşənin aşağı hissəsində olmalıdır ki, hansı ki, dəstəkləyici mühitin təhlükəsizliyinə əməl olunmalıdır. Müəllim guşəni nəzarətdə saxlayır və ehtiyac olarsa, hissə isə materiallar əlavə oluna bilər burada artıq. Bu da aiddir tikinti guşəsinə. Baxın burada, tikinti guşəsinə aiddir. Sonra gəlir burada nəqliyyat guşəsi. Nəqliyyat guşəsi isə hansı ki, ətraf aləmlə tanışlıq məşğələsində istifadə olunur. Nəqliyyat guşəsində hər cür nəqliyyatlar olur. Su nəqliyyatı, hava nəqliyyatı, yerüstü nəqliyyat. Yəni, nəqliyyat guşəsinə vacib tələblərindən biri də onu deyə bilərəm ki, yəni nəqliyyatlar hansı ki, svetofor qaydalarıdır. Yəni, yol hərəkəti qaydaları da bura daxildir. Hansı ki, idraki inkişaf sahəsinə aiddir. Çünki ətraf aləmlə tanışlıq məşğələsinə aid olduğu üçün bu da aiddir idraki inkişaf sahəsinə. Yəni, inteqrasiyası necədir? İnteqrasiyası isə fiziki inkişaf sağlamlıq və təhlükəsizlik, yəni təhlükəsizliyin əsas standartına aiddir. Yəni, təhlükəsizliklə inteqrasiya edə bilərik nəqliyyat guşəsini. Sonra gəlir kitab guşəsi. Kitab guşəsi isə uşaqların idraki inkişafına aiddir. Bədii təfəkkür məşğələsində, bədii fəaliyyətdə istifadə edirik. Yəni, kitab guşəsinə verilən tələblər rahatlıq olmalıdır. Uşaqlar üçün maraqlı dizayn olmalıdır. Lampalar, işıq elə qurulmalıdır ki, yəni hansı ki, uşaqların həmin ortamda sakit mühit də təmin oluna bilsin. Yəni, kitablar rəngarəng olmalıdır, illüstrasiyalı olmalıdır. Uşaqlar kitabda mütləq hansı ki, yeniliklər axtarıb tapmalıdır. Yəni, hər yaş qrupu üzrə kitabların sayı dəyişkəndir. Tutaq ki, birinci körpələr qrupunda verilən kitablar daha çox uşaqların sensor inkişafına yönəlməlidir. Yəni, birinci körpələr olduğuna görə bu sensor inkişaf gedir. Yəni, tutaq ki, sizə belə bir izah verim ki, misal üçün, kitabın səhifəsini açarıq. Tutaq ki, kitabda görürük ki, cücə şəkli var. Yəni, cücə şəklinin konturları dərindir ki, tutaq ki, uşaqlar barmaqlarını apararaq o cücəni hiss etməyə çalışırlar. Və ya kitablar var ki, tük-tükləri vardır. Yəni, körpələr qrupuna aiddir o kitablar. Yəni, bilirsiniz ki, körpələr qrupunda kitablar qalın olur. Yəni, tük-tükləri var. Yəni, uşaqlar toxunaraq o cücənin yumşaq tükünü hiss edə bilir. Yəni, bununla da körpələr qrupuna verilən, bunların hər biri körpələr qrupuna verilən kitablardır. Yəni, bu kitablar daha çox uşağın əşyəvi öyrənməsinə xitab edir. Yəni, kitabda olan cücə vasitəsilə cücəni tanıyır, öyrənir və əşyəvi xarakter adlanır bu. Bu aiddir birinci körpələr qrupuna. Sonra isə ikinci körpələr qrupunda isə uşaqların sensor inkişafına yönəlib, sensor inkişaf körpələr qrupuna vacibdir. Hansı ki, illüstrasiyalar burada zəngindir. Yəni, tematik mövzular burada zəngindir. Və orta qrupda isə biraz daha mürəkkəbləşir. Hansı ki, uşaqların kitab rəfində tutaq ki, 4-5 kitab olur. Burada daha mürəkkəb məzmunlu kitablar olur orta qrupda. Yəni, rəfdə 4-5 kitab olmalı, qalanlar isə şkafda saxlanılır. Böyük qrupda isə, hansı ki, böyük qrupda kitab guşəsində 10-12 kitab olur. Yəni, bu kitabda kompozisiya var. Uşaqlar burada kitaba baxaraq məzmun qura bilir, nağıl qura bilir, hekayə qura bilirlər. Yəni, daha məzmun mürəkkəbləşir. Məktəbə hazırlıq qrupunda isə artıq burada kitaba tənqidi yanaşma, müxtəlif hekayələr, nağıllar, şeirlər yer alır. Kitab guşəsi uşaqların marağına səbəb olmalıdır. Əgər uşaqların marağı yoxdursa, müəllimə mütləq kitab rəfində olan kitabları dəyişməlidir. Kitab guşəsində kitabın qalma müddəti 2 həftə və yaxud da 2 həftə yarım olmalıdır. Kitab guşəsində müxtəlif cildi kitablar da ola bilər, xarici ədəbiyyatlar da ola bilər, ədəbi qəhrəmanlardır, hansı ki, hekayə qəhrəmanlardır, nağıl personaj qəhrəmanlardır. Yəni, hamısı kitab guşəsində yer alır. Baxın, sizin inşallah ki, növbət dərsimizdə keçəndə, növbət dərslərimizdə daha doğrusu Montessori'da, necə ki, Montessori tutaq ki, deyirdi ki,
misal üçün uşaq yəni uşağa tutaq ki, nəyisə baxırıq ki, kitab güşəsi yaratmışıq, amma yəni uşaqlar marağı yoxdur. Biz uşağa deyə bilmirik ki, sən get bunu oxu. Yəni axı Montessori-də hər bir uşaq özü etməlidir. Yəni biz onu heç nəyə məcbur edə bilmərik. Yəni biz elə bir dəyişiklik edirik ki, orada, yəni güşədə uşaqlara daha maraqlı gəlir. Bir də görürük ki, bütün uşaqlar hamısı yəni kitab güşəsindən cəlb olunub. Sonra gəl baxın, burada kitab güşəsidir. Hansı ki burada sonra gəlir məişət təsərrüfat güşəsi. Məişət təsərrüfat güşəsi nədir? Yəni uşaqların məişət təsərrüfat hansı ki əməyi ilə bağlı olan bir güşədir. Bura bir yaradıcıdır. Yəni estetiklik var burada. Hansı ki mətbəx təmizliyi, yemək servisi, yəni uşaqların qidalanması, fərdi və praktik bacarıqların inkişaf etdirilməsi, yəni fərdi və praktik tapşırıqlar deyərkən də bunların hər birinin inkişaf etdirilməsidir. Məişət təsərrüfatda yəni uşaqların fərdi, sosial praktik bacarıqları hansı ki inkişaf edir və bu uşaqların hansı ki məktəbə hazırlığında, yəni və yaxud yemək hazırlığında uşaqlar praktik bacarıqları öyrənir və yəni bunların hər biri haqqında məlumat əldə edirlər. Bu da aiddir məişət təsərrüfat güşəsinə. Yəni yemək hazırlanmasında uşaqlar artıq praktik bacarıqlara sahib olurlar. Yəni məlumat əldə edirlər. Sonra gəlir burada qumsu güşəsi. Qumsu güşəsi isə yəni uşaqlar qumsu güşəsində müxtəlif mühəndislik bacarıqlarını öyrənirlər. Yəni yaradıcı fəaliyyətlər öyrənirlər. Yaradıcı fəaliyyətlərdə uşaqların müxtəlif sensor inkişafına yönəlir və qum suyu hansı ki estetikdən əlavə qum suyu emosional məqsədlə istifadə edə bilərik. Tutaq ki, qum su terapiyası apara bilərik. Yəni bu da uşaqların emosional inkişafına kömək edə bilir. Qum su terapiyaları birlikdə, yəni terapi avtomatik emosionallığı tənzimləyir. Yəni bu da qum su güşəsinə aiddir. Sonra gəlir burada milli güşə. Baxın. Elm güşəsi. Elm güşəsi isə uşaqların idraki inkişafında özünü göstərir. Uşaqlar müxtəlif tədqiqatlar apara bilirlər burada. Tutaq ki, ölçüdür, həcmdir, miqdar anlayışını öyrənə bilirlər. Elm güşəsində müəllim mini laboratoriyalar təşkil edə bilir. Hansı ki, burada mini laboratoriyalarda uşaqlar müxtəlif təcrübələr aparırlar. Canlı-cansız təbiətin sirlərini təcrübəli şəkildə öyrənirlər. Yəni burada hansı ki tutaq ki, bu hansı mərkəzlər var ki, onların vasitəsilə obyekt və hadisələrin fiziki keyfiyyətləri haqqında təsəvvürlərini inkişaf edir. Elementar riyazi təsəvvürlər formalaşır. Bunlarda düşünmək, müqayisə etmək, sual vermək və öz nəticələrini çıxarmaq bacarığı formalaşır və canlı-cansız təbiətə görə də elm güşəsi təbiət güşəsi ilə inteqrasiya oluna bilir. Baxın, sizə bir misal verim. Tutaq ki, kiçik bir vulkan təcrübəsi. Yəni müəllim sodanı, boyanı və yaxud karbonu qatırır və mini bir vulkan yaradır. Uşaqlar vulkanın necə püskürməsini öyrənə bilirlər burada. Yəni sabun köpüyü ilə təcrübələr apara bilirlər və yaxud da ki, pinqvinlər niyə batmır adlı təcrübə keçirə bilərik və müəllim hansı ki suyun üzərinə yağı damızdırır və yağ üzə çıxır. Və uşaqlara deyirik ki, uşaqlar baxın, bunlar pinqvinlərdir. Yəni pinqvinlər də belədir. Yəni bədənləri yağ olduğu üçün onlar suyun üzərində qalırlar. Bunların hamısını biz elm güşəsində öyrədirik uşaqlar. Yəni uşaqlar təcrübə apararaq öyrənirlər. Aydın oldu. Baxın burada hansı ki maqnitlərlə eksperiment aparırlar, mini laboratoriyada kolleksiyalar aparırlar və yaxud təbiət və tullantı materialları hansı ki tıxaclardır, lələk konuslardır, qosfondaq bulan hər biri ilə təcrübə apara bilirlər. Sonra gəlir əl əməyi güşəsi. Əl əməyi güşəsi isə biz bilirik ki, məktəbə hazırlıq qrupundadır. Yəni bizim əl işlərimizdir. Hansı ki praktik bacarıqlarımızdır. Əl əməyində bir zəriflik var, dizayn var, estetiklik var, diqqət var. Yəni işin ən vacib məsələsi alətlərlə incə işləməkdir. Yəni güşənin məzmunu balaca dərzilər və yaxud da müxtəlif qış geyimlər, tutaq ki, zərif geyimlər, hansı ki gəlinciyin geyindirilməsi, yəni hər fəslə uyğun olaraq geyindirilməsidir. Yəni parçalar çitdir, kətandır, yundur, velvetdir, ipəkdir
Yəni bu kimi parçalardan istifadə olunur. Sonra gəlir stol üstü oyunlar köşəsi. Yəni burada artıq kiçik didaktik materiallar təqdim olunur. Stol üstü oyunlar hansı ki idrak inkişaf sahəsinə aiddir. Burada didaktik oyunlara aiddir. Hansı ki burada vizual olaraq uşaqlar üçün bu çox önəmlidir. Burada müxtəlif latolar, dominolar ola bilər. Hansı ki stol üzərində didaktik oyunlar, oyuncaqlarla oyun növü olsun, stol üstü çap oyunlar olsun. Yəni bunların hər biri burada daxildir. Riyazi işarələrdir, həndəsi fiqurlardır, hansı ki üçbucaq, kvadrat, dairə, yəni bunlara uyğun müvafiq xanalara birləşdirmək və yaxud yerləşdirməkdir. Uşaqların intellektual qabiliyyətini, kiçik motorikasını, həm də koordinasiyasını inkişaf etdirir stol üstü oyunlar. Yəni lato dedikdə, dəqiqə burada var. Tutaq ki lato, yəni hansı ki burada görürsünüz ki, dəqiqə müəllimlər, əlifbadır, həndəsi fiqurlardır, riyazi işarələrdir. Bunlar latolar daxildir. Yəni riyazi işarələr bura aiddir. Domino isə əşyalı domino, heyvanlar, bitkilər, nəqliyyata aid dominolar vardır. Riyazi domino isə hansı ki burada rəqəmlərin müqayisə etməsidir. Ardıcıl və geriyə hesablamağı öyrənməkdə uşaqlara kömək etməsi də bura daxildir. Sonra gəlir burada riyaziyyat köşəsi. Riyaziyyat köşəsi isə, yəni riyazi materiallar saxlanılır bu köşədə. Müxtəlif həndəsi mozaikalar rəqəmləri canlandırır və yaxud da naxışlayır. Burada bunların hər biri də yəni idrakdır. Yəni stol üstü oyunlarla inteqrasiya oluna bilər. Sonra bu köşə uşaqlara hansı ki kəmiyyət anlayışını öyrədir, çoxluq anlayışını öyrədir, əşyaların müqayisəsi üçün yəni bu köşənin böyük bir rolu vardır. Riyaziyyat köşəsinin hansı ki varisliyi sensor inkişafdır. Yəni varisliyi riyaziyyatdır da, körpələr qrupunda sensor gedir. Sensor inkişaf hansı ki körpələr qrupu dediyimiz kimi müəyyən əşyalar, resurslar körpələr qrupundan başlayır və amma bu köşənin yerləşdirilməsi hansı ki 4 yaşından 4+ uşaqlarla qurulur, belə deyək. Yəni riyazi təsəvvürlər uşaqların müxtəlif riyazi sayma, hesablama, kart hansı ki kart bilədiyimdə kartlar olur, müəllimələr, onlarla hesablama, yəni rəqəm kassaları, maqnitlər, lövhələr üzərində hesablama bacarıqları uşaqlarda artıq formalaşır riyaziyyat köşəsində. Və burada biz bilirik ki, riyaziyyat köşəsində zaman uşaqlara öyrədilir və zaman, yəni saat da riyaziyyat köşəsinə aiddir. Bu da uşaqlara öyrədilir. Zaman anlayışı orta qrupdan artıq uşaqlar zaman anlayışını öyrənirlər. Sonra gəlir gəlincik köşəsi. Gəlincik köşəsi isə hansı ki uşağın psixi inkişafı üçün bir vacibdir. Gəlincik yalnız oyuncaq məqsədi daşımır. Gəlinciklər rol model məqsədi daşıyır. Tutaq ki, uşaq geyinmək istəmir, gəlinciyi geyindirək və yaxud da bax, gəlincik geyindi, sən də geyin. Yəni gəlinciyin məqsədi, məzmunu uşağın tərbiyəvi funksiyasında çox önəmlidir. Yəni gəlinciklərin görünüşü qorxulu olmasın, ekoloji cəhətdən təmiz olsun, kəskin qoxulu olmasın, yəni saçları darana bilsin, geyimləri çıxarıla bilən olsun. Oğlanlar və qızlar üçün də gəlinciklər olmalıdır. Yəni oğlan üçün əsgər oyuncaqları olmalıdır. Yəni hansı ki onlar üçün maraqlı olsun. Yəni inteqrasiyası isə tikinti material köşəsində gəlinciyimizi ev tikə bilərik. Yəni oğlanlara gəlincik köşəsinə dəvət edə bilərik ki, yəni hansı ki qızlarda səsləri bağlayaq. Qızlar da tikinti köşəsinə dəvət edə bilərik. Yəni qızlar da tikinti köşəsinə həm də burada gender bərabərliyini pozmuş oluruq. Daha doğrusu qorumuş oluruq. Yəni baxın, tutaq ki biz oğlanlara əsgər oyuncağı verdik. Yəni onları dəvət elədik və sonra deyirik ki, yəni gəlin gəlinciyimizə bir ev tikək. Yəni burada nədir? Həm qızlar, həm oğlanlar oynadığı üçün burada gender bərabərliyi qorunur və bizdə yəni gender bərabərliyini burada qorumuş oluruq. Sonra baxın burada da verilib gəlinciyin görünüşü yaxşı olmalıdır, kəskin qoxusunun olmamasıdır, yumşaq və ekoloji cəhət materialdan olmasıdır, kəskin künc və çox kiçik hissəciklərin olmaması, saçları möhkəm və darana bilən olması, gəlinciyin yaşı və mövsümlərə uyğun geyimlərin olması, qızlar gəlinciklərlə oynamağı, oğlanlar isə əsgər oyuncaqları ilə maraqlanmağı sevirlər. Yəni bu yolla uşaqlar cins və sosial rol əsasında
fərqləri öyrənirlər. Sonra gəlir təbiət guşəsi. Təbiət guşəsi isə müəllimlər, yəni uşaqların müşahidə fəaliyyətləri əsasında qurulur. Uzunmüddətli müşahidə burada əsasdır. Hansı ki, uzunmüddətli müşahidə ilə qısa müddətli müşahidənin fərqi nədir? Baxın, qısa müddətli müşahidə budur ki, tutaq ki, deyirəm ki, quş uçdu, qarışqa getdi. Uzunmüddətli müşahidə isə, yəni bir bitkinin yetişməsi, yəni bir tutaq ki, bitkinin bar verməsi, bir ağacın bar verməsi, yəni bu aiddir uzunmüddətli müşahidəyə. Yəni uşaqlar burada hava təqvimini öyrənir, işığı, istiliyi, torpağın tipini öyrənir. Burada müxtəlif hansı ki, quşlar, heyvanlar, həşəratlar saxlayırıq. Yəni o cümlədən də ilkin belə deyim də ilin fəsillərini göstərən albomları burada uşaqlar artıq öyrənirlər. Burada təbiət köşəsində elm köşəsi ilə təbiət köşəsini inteqrasiya edirik. Baxın, bu imtahanda düşmüşdü. Köşənin inteqrasiya olunması, yəni biz elm köşəsi ilə təbiət köşəsini inteqrasiya edirik. Yəni uşaqların təcrübə aparması üçün pivilizatorlar var ki, mən qəbul etdim. Uşaqların təcrübə aparması üçün pivilizatorlardan istifadə olunur. Yəni uşaqların belə deyim də, suvarma alətləri olur, təcrübə üçün çubuqlar da olur. Yəni uşaqlar müxtəlif tədqiqatlar apara bilsinlər. Yəni qrupda hər yaş qrupuna uyğun olaraq 1-2 yaş, yəni 1-2, 2-3 yaş, 2-3, orta qrup 4-5, böyük qrupda isə 5-6, məktəbə yaşlı uşaq hazırlıq qrupunda isə 6-7 gül olmalıdır. Yəni hər yaş qrupuna uyğun olaraq yəni gül olmalıdır. Bitki olmalıdır. Yəni hər bir bitkinin də uşaqlar adını bilməlidir. Sağlamlıq cəhətdən düzgün olsun, tozlanan bitkilər olmasın, tikanlı olmasın, estetik mənada gözəlliyi olsun, həm idraki cəhətdən tədqiqat açıq olsun. Yəni bu da daha çox ətraf aləmlə tanışlıq məşğələsinə aiddir və idraki inkişafa aid. Yəni təbiət köşəsi uşaqların tədqiqatçılığına və əməksevərliyinə müsbət təsiri vardır. Bu da aiddir, yəni təbiət köşəsinə. Və məktəb hazırlıq qrupları burada görürsünüz ki, təbiət köşəsi 6-7 növ bitki ilə təchiz edilməlidir. Baxın, təbiət köşəsində təbii tərəvəzlərdir, meyvədir və onların mulyajları olmalıdır. Heyvan, quş illüstrasiyalarla kitabçalar olmalıdır və ilin fəsillərini əks etdirən albomlar elm köşəsi ilə biz dedik ki, təbiət köşəsi yəni inteqrasiya olunur. Mövzumuzun izahı bura qədər. Sualınız varsa buyurun müəllimlər. Buyurun müəllimlər, sualınız var. Sualımız yoxdur. Axşamınız xeyir olsun. Necə